Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin. Ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli amma ba'd. Biz la ilahe illallah'ın 4 şərtini keçmişdik. Bugün isə gəldik la ilahe illallah'ın şərtlərindən olan 5-ci keçəcəyimiz şərt ixlas şərtidir. Və biz dedik ki, elə bir şərt yoxdur ki, o şərt olmadan la ilahe illallah tamamlanmış olsun. Yəni bu şərtlərin hər birisi mühümdir və olmazsa olmazlardandır. Yəni bu şərtlərdən birisi olmadığı zaman həmin o la ilahe illallah insana fayda vermir. Bəs ixlas nədir? İxlas bir şeyin tamamilə yan ətrafda olan hər bir şeydən təmizlənib, sadəcə xalis olaraq qalıb bir şeyə xidmət etməsidir. Həmin o şey şəriətə çevrildiyi zaman, bu kəlmənin şərtinə çevrildiyi zaman nə baş verir? Yəni bu kəlmə yalnız və yalnız Allah üçün deyiləcək. Yəni insan başa düşdü ki, ixlas olmadan bu kəlmə ona fayda verməyəcək. İxlas nədir bəs? Yalnız, sadəcə Allah üçün bu kəlmənin iqrar edilməsi, Allah üçün bu kəlmə üzərində yaşanılması, sadəcə Allah üçün edilməsi. Yəni, məsələn, bu günləri insanlar var. Məsələn, la ilahe illallah demirlərmi? La ilahe illallah deyirlər. Amma soruşduğun zaman deyirsən ki, əmi sən müsəlmansanmı? Dayı sən müsəlmansanmı? Və yaxud da xaloğlu sən müsəlmansanmı? Adam sənə nə cavab verir? Adam deyir ki, vallahi müsəlmanam deyəndə la ilahe illallah deyirik də. Yəni, niyə deyirsən bu la ilahe illallahı? Deyirsən, la ilahe illallah deyirik də. Niyə deyirsən bu la ilahe illallahı dediyin zaman biz atalarımızdan belə gördük. Biz millətimizi belə gördük deyirlər. Yəni, biz bu insanları belə görməmiş olsaydıq, biz la ilahe illallah kəlməsini muhtemelen ya iqrar etməyəcəkdik və yaxud da belə bir qorxumuz olmayacaqdı. Yəni, işin altında la ilahe illallahın iqrar edilməsinin altında səbəbi tapdığımız zaman adam rahat bir şəkildə deyir ki, mən bunu deməsəm deyəcəklər ki, gavurdur. Hani o bəzi rayon yerlərində var belə şeylər və yaxud da mənə deyəcəklər ki, bu kafirdir, müsəlman deyil. Mən də deyir ona görə, o qorxu səbəbi ilə insanların dilinə düşməyim deyə deyirəm də, deyir kəlmədir. Belimdə deyir yük daşımıram ki. Və həmin o kəlməni insan Allah üçün iqrar etməyib, Allah üçün tələffüz etməyib, Allah üçün bu kəlməni yaşamır. Bu insan ona görə bu kəlməni iqrar edib ki, insanlar bunu qınamasınlar. Belə olduğu halda la ilahe illallah insana fayda verə bilərmi? Fudayl ibn İyad deyir ki, ixlas insanı insanlar üçün bir əməli etməkdən və yaxud da insanlar üçün bir əməli tərk etməkdən ikisindən də uzaqlaşdırılmış şeyin adı ixlasdır deyir. Amma biz baxdığımız zaman bu şeydə ixlas var, bu şeydə ixlas yoxdur. İnsan nə üçün deyib, nə üçün bunu tələffüz eləyib, ta ki insanlar onu qınamasınlar. Deməli, kəlmədə ixlas mühümdür. Yəni, mən deyirəm, la ilahe illallah. Nə üçün deyirəm? Allah Azza və Cəllə yerləri və göyləri bu kəlmə üçün xəlq etdiyi üçün deyirəm. Qılınclar qınından bu kəlmə üçün çıxdı. Münafiqlərlə müsəlmanlar, iman əhli ilə nifaq əhli bu kəlmə ilə bir-birindən ayrıldı. Baxın, diqqət edin. Biz digər dərslərdə demişdik. Mücərrət olaraq la ilahe illallah demək insana fayda vermir. İnsan var bunu deyir, elm üzərə demir. Hatta misal vermişdik. Demişdik ki, düşün ki, Avropada belə şeylər eləyirlər. Məsələn, gəlir insana yaxınlaşır, türklər bunu xüsusən çox eləyirlər. Deyir, sənə bir kəlmə deyəcəm, onu de, sənə hədiyyə verəcəm. O da deyir, la, o deyir, la, ilahə, ilahə. Belə bu şəkildə davam edir. La, ilahə, illallah. Adama dedizdirir. Və sonra deyir ki, al bu sənin hədiyyən. Adam sual verir, deyir, mən nə dedim? Deyir, sən müsəlman oldun, sənin xəbərin yoxdur. Adam müsəlman oldu, yəni, belə müsəlman olmaq olur, insan bu kəlməni cahilcə deyib, bilmir mənasını, nə dediyini bilmir. Elm üzərə deyil. Halbuki Allah Azza və Cəllə fə'ləm ənəhu la ilahə illallah, bil ki, Allahdan başqa ilah yoxdur demişdi. Yəni elm şərti. Həmsinin yəqinlik yoxdur. Həmsinin başqa şərtlər yoxdur bu adamda. Eləcə də ixlas. Allah üçün dedi bunu? Yox, hədiyyəni əldə eləmək üçün dedi. Hətta ixlas olsa, digər şərtlər olmasa yenə tamamlanmır. Ona görə dəfələrlə vurğuluyuruq ki, insanlar başa düşsünlər ki, bu kəlmə elə-belə kəlmə deyil. Bu kəlmə bəsitə alına biləcək. Necə gəldi tələffüz elə müsəlmansan? Yox, qardaşım, yox. Bu kəlmə əzəmətli bir kəlmədir.
Bu kəlmə elə belə bir kəlmə olsaydı, bəsit bir kəlmə olsaydı, Məkkəli müşriklər bunu iqrar edərdilər. Məkkəli müşriklər bunu deyərdilər, amma onlar bunu demədilər. Bəs onlar nə dedilər? Onlar dedilər ki, Əcəələl əlihətə iləhən vahidə, İnnə həzə ləşeyun ucəb. O ilahları tək bir ilah mı etdi? Həqiqətən də bu çox təəccüblü bir şeydir, dedilər. Onlar dedilər, necə yəni ilahlar tək bir ilahdır? Başa düşmüşdülər. Onlar ki, la iləhə illallah nə deməkdir? Bu kəlmənin tələbi nədir? Ona görə biz deyirik ki, la iləhə illallahın şərtləri tamamlanmasa, həmin o kəlmə insana fayda vermir. Həmçinin Allah subhanahu və teala əmr etmiş olduğu, tələb etmiş olduğu şey yenə ixlasdır. İnna ənzəlnə ileykəl kitəbə bil haqqi fə'budilləhə muxlisən lehuddin. Biz bu kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də dini yalnız Allaha aid edərək ona ibadət et. Dini yalnız Allaha aid edərək, yəni xas Allaha aid olacaq. Allahdan başqa şeyə ora daxil etməyəcəksən. Allahdan başqasına ibadət etməyəcəksən. Allahdan başqasına dua etməyəcəksən. Allahdan başqasına qurban kəsməyəcəksən. Xas bir şəkildə Allaha qulluq eləyəcəksən. Bu Allahın əmridir. Allah Azza və Cəllə bu kitabı bunun üçün məhz nazil edib. Haqq olan kitab bunun üçün nazil olub. Qılınclar qınından bu səbəblə çıxıb. Cənnət və cəhənnəm bu səbəblə yaradılıb. Yerlər, göylər bu səbəblə yaradılıb. Tövhid. İşte bu tövhid elə belə bir kəlmə deyil, əzəmətli bir şeydir. Həmçinin Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِس۪ينَ لَهُ الدِّينَ. Onlara yalnız Allah'a ibadet etmək əmr olunmuşdu. Necə bir ibadət? Dini yalnız ona xas edərək, məxsus edərək. Yəni ixlasla. Elə belə yox. Allahdan başqa şeylər axtararaq yox. Allahdan başqa varlıqlara gedərək yox. Ölülərə gedərək yox. Qəbirlərə gedərək yox. Pirlərə gedərək yox. Xas Allah, xas. Hani biz bunu deyəndə insanlar deyirlər ki, bu saqqallılar ancaq insanlara Allah, Allah, Allah deyir. Bəs imamlar, bəs qəbirlər, bəs pirlər. Biz demirik, qardaşım, bizim sözümüzü qoy kənara. Allah deyir. Allah deyir ki, xas Allaha ibadət eləyəcəksən. Dua bir ibadətdir. Qurban kəsmək bir ibadətdir. Sən ibadəti Allahdan başqasına sərf eləyə bilməzsən. Sən onu xas Allaha, Allah Azza və Cəllə yönləndirəcəksən. Sadəcə Allaha qulluq edəcəksən. Allahdan başqalarını ora daxil etməyəcəksən. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah qiyamət günü belə buyuracaq. Mən şərik qoşulmaqdan ən uzağam. Kim bir əməli mənim üçün etsə, amma başqasını da mənə şərik qoşsa, mən onu və onun şərik qoşduğunu tərk edərəm, deyir Allah Azza və Cəllə. Necə əzəmətli bir şeydir. Hətta sən Allah üçün gedirsən o qəbirlərə. Hətta sən deyirsən ki, mən gedirəm ki, o Allaha yaxınlaşdıracaq məni. Hətta deyirsən ki, mən ora gedirəm çünki Allah üçün gedirəm ora əslində. Sadəcə buradan gedirəm. Allaha şərik qoşursan. Hətta insan yaxşı niyyətlə Allaha şərik qoşsa, vallahi odla oynayır. Dünyasını, axirətini həlak eləyir. Allahın bağışlamayacağı günahı eləyir. Allaha şərik qoşur. Allah Azza və Cəllə şirki bağışlamır. Yalnız tövbə edənlər istisna. Əgər insan şərik qoşubsa və sonra Allaha tövbə eləyibsə, elhamdülillah, necə böyük nemət olsun. Amma yox, tövbə etmədən Allaha şirk üzərində, Allaha böyük şirk üzərində qovuşursa, Allah Azza və Cəllə öz əzəmətli kitabında bildirir ki, mən şirki bağışlamayacağam, deyir Allah. Allah şirki bağışlamayacağını özü bildirir. Yəni bu bizim sözümüz deyil. Yəni biz bunu çıxartmamışıq. Ona görə bu kəlmənin ən əzəmətli şərtlərindən birisi ixlas, yalnız Allah üçün demək. Qınaqdan qorxaraq yox, insanlar nə deyərlər yox. Başa düşdüm demədim demişəm də yox. Allah üçün. Yalnız Allah üçün. Qorxmuşam insanlardan demişəm, xeyr, fayda vermir. Yalnız Allah üçün deyilən kəlmə insana fayda verir. Ümumiyyətcə insanın əməlinin qəbul olması üçün 2 dənə şərt var. Birincisi ixlas, ikincisi sünnətə tabi olmaq. İxlas yoxdursa, o əməl qəbul deyil. Məsələn, misal verəcək olsaq, bir insan namaz qılır. Allah üçün qılır. Amma sünnətə uyğun əməl eləmir. Məsələn, namazın şərtləri var, rükunları var. Onları yerinə yetirmir adam. Məsələn, gəlir uzanır yerə. Deyirsən ki, qardaş, belə namaz qılmırlar. Sünnədə belə gəlməyib. Deyir, mən də belə qılıram. Əməl qəbul deyil, əməl batildir. Hətta Allah üçün eləyir, hətta Allah üçün namaz qıldığını düşünür. Həmin insanın namazı batildir. Namaz deyil o. Çünki niyə? Sünnətə tabi olmayıb. Peyğəmbərin öyrətdiyi şəkildə etmədiyindən dolayı. Və yaxud da tam tərsi, bir insan ibadət edir. Namaz qılır, sünnətə uyğundur. Doğru namaz qılır. Amma Allah üçün qılmır. İş yerində iş yoldaşları görsünlər ki, bu namaz qılandır. Onun üçün qılır. Və yaxud da valideynləri görsün ki, bu namaza başlayıb.
və yaxud da nişanlanacaq, nişanlısı namaz qılan da görsün ki, bu da namaz qılır. Bu səbəblə başlayıb, Allah üçün deyil başlama səbəbi, Allah üçün qılmır o namazı. Nə üçün qılır? İnsanlar görsünlər, insanlar bəyənsinlər. Həmin əməl məqbuldur, məqbul deyil, həmin əməl rədd edilir. Çünki Allah üçün deyil, Allahdan başqaları var o işdə. Hətta biraz Allah üçün olsa, biraz da başqaları üçün olsa. Həm Allah üçün qılıram, həm də insanlar görsünlər, məndən razı qalsınlar. Yenə əməl batildir. Yalnız Allah üçün olmalıdır. İndi subhanallah, əgər namaz yalnız Allah üçün qılınmalıdırsa, namazdan daha əzəmətli olan tövhid kəlməsi La ilahə illallah Allahdan başqası üçün ola bilər? Məgər bu kəlmə daha əzəmətli deyil, orucdan, namazdan, zəkatdan? Hansı ki, bu kəlmənin ətrafında dönür hər bir şey. Əgər bu kəlmə yoxdursa, hansı əməldən söhbət gedə bilər? İxlas bütün əməllərin əsasıdır. Onsuz heç bir əməl qəbul olmur. Tövhid olmasa, hansı əməlin qəbulluğundan danışa bilərsən? Ona görə tövhid mühümdir. Əgər namazda, orucda ixlas lazımdırsa, La ilahə illallahda necə? Yəni, bu kəlmə yalnız Allah üçün deyiləcək. Bu kəlmə yalnız və yalnız aləmlərin Rəbbi üçün deyiləcək. Başqa insanlar üçün yox. Başqa insanların rızası üçün yox. Yalnız Allah üçün. La ilahə illallah Muhammedun Rasulullah. Allahdan başqa ilah yoxdur. Allahdan başqa ilah yoxdur və Muhammed Allahın Rəsuludur. Buna şəhadət gətirmək ixlasla olur, ixlasla. Başqa cür olanda insana fayda vermir. Necə fayda versin ki, namazda fayda vermir. Orucda fayda vermir. Sədəqə verirsən, başqaları görüb bəyənsinlər, Allah üçün deyil. Burada fayda vermir. Necə La ilahə illallahda fayda verməsini gözləmək olar, yəni. Ona görə biz deyirik ki, insan bu əzəmətli kəlmənin şərtlərini bilməlidir ki, Allah qorusun onlardan birinə zərər gəlməsin. Zərər gəlsə insan əməli, həmin o əzəmətli kəlmə, insanın əzəmətli o kəlməsi, həmin o kəlməni yaşaması hədər ola bilər. Ona görə insan öyrənməlidir dinini. İnsan bilməlidir, La ilahə illallah deyəndə nədir bu? Necə deməliyəm ki, Allah bunu məndən qəbul eləsin? Doğru olsun, Allahın istədiyi şəkildə olsun. Bu mühümdür. Bu olmadığı zaman insan La ilahə illallahına zərər getirir. Elm olmadığı zaman, yəqinlik olmadığı zaman, ixlas olmadığı zaman, sıdq olmadığı zaman və s. Gələcək inşallah şərtlər, digər şərtlərimiz. Bundan sonraki inşallah şərtimiz isə sıdq olacaq, doğruluq şərti. İnşallah bundan sonraki dərsdə də onun haqqında, o şərt haqqında danışacağıq.